kafein və nikotin və alkoqollu içkilər dərini tez yaşlandırır. Dəri niyə tez yaşlanır? Mən sizə örnək verim. Bizim dərimizin üzümüzdə matriks var. Biz buna karboksimetilselüloz deyirik loğru dildə. Yəni mən nə qədər istəsəm tibbi dildə danışmaq istəməsəm də məcbur olub danışıram artıq. Dəridə karboksimetilselüloz var və bu yaşla bağlı başlayır zaten artmağa. Kafein, spirtli içki və nikotin bu karboksimetilselüloz dediyimiz üzüm matriksi var. Kollagen və alfa peptid və beta peptid dediyimiz alfa peptid bir zənciridir filandır. Bunları açıqlamaya ehtiyac yoxdur. Dəri matriksini deyirik biz buna. Bu karboksimetilselüloz bu kollagen sentezinə gedir, zərbə vurur. Zərbə vuraraq bizim dərimiz başlayır qocalmağa. Bu həm oynaqlara təsir eləyir. Biz buna nə deyirik? Osteoblastlar, osteoklastlar oynaqlarda və yaxud da dəridə, əzələdə filan. Bunlarla başlayır yaşla bağlı enməyə, dəridə karboksimetilselüloz təsir edir və bu kafein və spirtli içki və nikotin gedir bunun səviyyəsini daha da tezləşdirir və dəri başlayır qocalmağa. Tək dəri yox, dəri qocalırsa, dərinin mühiti pozulursa, dəridə saç tökülməsi, dəri xəstəlikləri, ekzematik və dermatit və belə deyim sizə, atopik dəri tipləri tez-tez yaranmağa başlayır.